Bununla bağlı bir sual verim sizə. Cadu ilə insan həyatına, taleyinə təsir etmək mümkündürmü? Cadu ilə insana necə təsir etməkdir? Mümkündür. Allah Teala Quran-Kərimdə İslam qəbul edir cadunun varlığı. Cadunun varlığı var, amma küfr olaraq var. Yəni yaxşı bir əməl olaraq deyil. Allah Teala Əl-Bəqərə surəsinin dinləyicilərimiz oxuya bilərlər. Əl-Bəqərə surəsi 102-ci ayədə Allah Teala çox gözəl açıqlayır. Allah Teala 2 dənə mələk endirilmişdi deyir. O 2 dənə mələk deyir, insanlara öyrədərkən bu sehirbazı deyirlər ki, bax biz fitnə üçün endirilmişik, imtahan üçün. Öyrənməyin bunu, bu küfürdür. Amma nə etdilər? Getdilər, bəziləri onu öyrəndilər və bununla da ər arvadın arasını ayırdılar. Onların ahirətdə heç bir payı yoxdur. Şeytanlar da onları Süleymanın dövründə olur. O yazılı formada o bəzi sehir qaydaları var idi. Onu insanlara öyrədirdilər və deyirdilər ki, Süleyman Peyğəmbərdən qabaq dedi ki, "Mən kəfərə Süleyman." Yalan deyirsən. Süleyman Peyğəmbər küfr etməyib. Yox. Süleyman əksinə deyir, kim küfr elədi? Şeytanlar küfr elədi və bu sehir öyrətdilər, ardıcıllığını davam elətdirdilər və bununla ər arvadının arasını ayırdılar. Allah Teala buyurur, Əl-Bəqərə surəsi 102-ci ayə. Açıq-aşkar nə deyir? Allah Teala buyurur ki, bu haramdır, küfürdür.